Gördüyünüz bu ağaçlar Başgöynük kəndinin bir saylı məktəbin yanında olan qəbiristanlığın ağaçlarıdır. Şəki rayon Başgöynük kəndi icra nümayəndəsinin dayısı oğlu bu ağaçları bağlamaq məqsədi ilə bu cür kəsblər hissə-hissə qəbiristanlıqlarımızın ağaçlarını bu vasitə ilə qırıb qutarırlar. Sonra da məktəblərə, uşaq bağçasına, müxtəlif yerlərə yanacaq kimi verirlər. Bu ağaçlar özü qurusaydı, qəbirlərimizə heç bir ziyanlıq gətirməzdi. Lakin gövdələri kəsilmiş ağaçlar bu kəsilmiş yerlərdən aşarlarsa, gördüyünüz bu qəbirlərin hamısını uçurduq dağıdacaqdır. Respublikanın direktiv orqanlarına məlumat verməyimizə baxmayaraq heç bir tədbir görülmür. Çox təəssüf olsun ki, Şəki rayon icra hakimiyyəti aparatının başçısı Elxan Usubova, Şəki rayon prokurorluğuna, Daxili İşlər Nazirliyinə, Baş prokurorluğun, Şəki rayon polis şöbəsinə rəsmən məlumatlar vermişəm. Lakin ağaçları kəsəni ağıllı şəxs məlumat verəni ağılsız hesab etmişlər. Güya məlumat verən şəxs ruhi xəstədir. Lakin ağaçları kəsən icra nümayəndəsinin dayısı oğlu çox ağıllıdır. Bələdiyyənin işçiləri bu barədə dəfələrlə məlumat verməyimə baxmayaraq